Bəli. Dünyasını dəyişən bu xanımla bağlı mənə də bir neçə dəfə müraciət oldu ki, Sara xanım bunu ictimailəşdirin. Açığı mən etmədim. Amma sonra paylaşım edəndən sonra mən də götürdüm, paylaşdım. Amma məhz mən özüm onu götürüb ictimailəşdirib etmədim. Dedim, siz mənə niyə deyirsiniz? Kim bunu əməliyyat edib? Pulu kimə vermisiniz? Axı bu gözəl bir xanım idi. Niyə görə elə naşı həkimlərin əlinə bu xanımı etibar etmişsiniz ki, onlar da bax bu xanımı bax belə etdi, dünyasını dəyişdi. Mən bu videonu gördüm, çox belə kövrəldim. Dedim ki, videonun altında çox yorumlar yazıb qadınlar. O deyir ki, mən getmək istirdim, getməyəcəm, mən getmək istirdim, getməyəcəm. Təbii ki, hər bir qadın gözəlləşmək istəyər, hər bir qadın, amma yerində, məqamında, belə həddən artıq yox, belə cüzi də olsa hər bir qadın gözəl olmaq istəyir. Amma Azərbaycanda bu dəqiqə ən çox pul qazanan kimdir? Ən varlı kimdir? Ən zəngin kimdir? İnsanların düşməni kimdir? Qəddarcasa insanları kəsən, tökən, pulun xətrinə, pula görə kimdir? Estetik həkimlər, cərrahlar. Ağına baxmırlar, bozuna baxmırlar, sağlamdır, qocadır, cavandır, bunun şəkəri yüksəkdir. Çoxsunun qan analizində yoxlamadan həmən əməliyyata salırlar. Bax, aqibət də bu olur. Aqibət də bu olur. Təbii ki, burada mən bundan sonra bəzi videolar izlədim. Nə bilim, 2 nəfər olub, birinə 6 il cəza veriblər, məhkumluq həyatı yaşayacaq. Bir digəri var, köməkçisi 4 il. Gör, neyniyəcəklər? 1 ildən sonra işləyəcək ki, azadlıqdadır. Təkrar başlayacaqlar əməliyyat etməyə. Etməyim, insanları bugünə qoymuyor. İnanın mənə ki, bəlkə mənə 100 nəfər qadın müraciət edib. Birinin üzün dartmaq istəyiblər, belə də tarıma çəkmək istəyiblər. Gətirib əti qoyublar burada. Elə bir, belə bir şeydir. Yığılıb qalıb ət burada. Birinin gözünə əməliyyat ediblər nə gündə. Neçə nəfər? Bax, özlərini görür də burunlarının, birinin deşiğin balaca qoyub, birinin böyük. Arxası böyütmə, pop böyütmə ilə bağlı. Əməliyyat ediblər, çirk gəlir. İldir, çirk gəlir, həkim imtina edir. Amma düzdür, mən o həkimləri tapıram, dərsini də verirəm, onları məcbur edirəm ki, o xəstəni müalicə edin, pulunu almışsınız, ödəniş edib, havaya etməmişsiniz. Amma həkimlər ən çox pul qazanan, ən çox qəddar, ən çox səhlənkar elə estetik cərrah həkimlərdir. Gördünüz də qadın dünyasını, bu 30-34 yaşı var, dünyasını dəyişdi. Allah rəhmət eləsin.